təzədən istəyirəm Azərbaycan Respublikasının Prezidenti Müzəffər ordumuzun başında duran bir şəxsiyyət kimi Cənab Prezidentimizə öz minnətdarlığını bildirirəm. Cənab Prezidentimizin təşəbbüsüyle İrəli sürülən bir sənət var. Bu sənət bildiğiniz kimi Milli Məclisə təklif olundu. Milli Məclisdə onu elan elədi. Həm də bizim konstitusiyamızın da suverenliyimizin bir illik dönümü olduğuna görə bu məsələlərin hamısı nəzərə alandan sonra baxdım ki, mən də həmən elə bir təşəbbüsün iştirakçısı olmuşam və elan olunan sərəncama əsasən elan olunan deməli bizim amnistiya aktına mən də avtomatik olaraq düşmüşəm. Buna görə də mən təzədən möhtərəm prezidentimə, ondan sonra Ədliyyə Nazirliyinin bütün əməkdaşlarına, iştirakçılarına, eyni zamanda Milli Məclisin qərarına görə də bütün vəkillərimizə təşəkkür edirəm. Mənə verilən bu etimadı, mənə göstərilən bu etimadı yəqin ki, mən bundan sonra hər an dəyərləndirəcəm, o etimadı qarşılayacağım, o etimadın təsiri altında bundan sonraki ömrümü öz xalqıma, öz dövlətimə və öz dövlətçiliyimə necə görə ömrümü bundan sonra sərf edəcəm, xidmət edəcəm. Çok sağ olun. Çox sağ olun.